Salam olsun hər birinizə. Görüntüdə gördüyünüz bu ərazi demək olar ki, Bakının 95%-i bu tuneldən keçibdir. Bir yol 20 yanvar istiqamətinə gedir. Sağ tunel isə Yasamala getmək üçündür. Bu videonu niyə çəkirəm dostlar? Məlumatınız olsun. Daha doğrusu sürücülərin məlumatı var. Sadəcə aidiyyatı orqanların məlumatı olsun. Sağ tərəfdə Yasamala gedən tuneldə yağma yaranıbdır. Çox sərt şəkildə yağmadı. Oradan keçəndə istər-istəməz hadisə ilə üzləşə bilərsən. Maşınların təkəri kəsilə bilər və yaxud da ki, o yağmanın üstündən keçəndə az qala sükanı əlindən ala. Çox təhlükəli bir vəziyyətdir. İnşallah dövlətimiz həmən o istiqamətə baxış eləyərlər, asfalt çəkərlər. Belə dostlar. Siz də təşəkkür edirəm, bəyənirsiniz, yorum yazırsınız. Xahiş edirəm, gəlin yorumda hər birinizi gözləyirəm. Təşəkkür edirəm, çox sağ olun.